Zərərli vərdişlər və dərmanların böyrəklə ziyanı bağlantısı nədən ibarətdir? Zərərli vərdişlər, siqaret və xüsusilə də siqaret istifadəçilərini qeyd edə bilərəm ki, bunların qəbulu digər xəstəliklərin yaratdığı fəsadların böyrəklə bağlantısına bağlıdır. Məsələn, ürək işemik xəstəliyinin artırması, o fonda damarlara verdiyi ziyanlar, bütün o böyrək damarlarına verdiyi ziyanlar eyni dərəcədədir. Ürək damarları, beyin qan dövranına, digər orqanların qan dövranına siqaretin təsirinin yaranan fəsadları eyni dərəcədə böyrək damarlarına aiddir və böyrək kamarları ətrafında həmin o təzyiq yüksəlməsi, ürək işemik xəstəliyi, digər hallarda iskemiya fonunda zədələnmə artır, təzyiq yüksəlməsi baş verir və bu da sonraki etapda böyrək çatışmazlığını artırır. Spirtli içkilərlə bağlı metabolik sindromun, qaraciyər yetməzliyinin, renal sindromun yaranması irəli mərhələlərdə, metabolik sindroma bağlı diabet və digər halların riskləri artırdığına görə ziyanı verir. Burada ən əhəmiyyətli məsələlərdən biri dərman istifadəsidir. Dərman istifadəsi, əgər sizin ikincili xəstəliyiniz varsa, xüsusilə də diabet və hipertoniya və yaxud da aterosklerozunuz varsa, burada dərman istifadəsindən maksimal ehtiyatlı olmaq lazımdır. Xüsusilə də ağrı kəsicilərin qəbulu, uzun müddət revmatoid xəstəliklər və digər sistemik xəstəliklərdə qəbul olunan ağrı kəsicilər və digər sistem təsirli dərmanlar, bunlar böyrək zədələnməsini artıra bilər, hətta böyrək çatışmazlığının səbəbləri arasındadır. Bəzi yerlərdə çox istifadə olan hallarda 3-cü, 4-cü yerlərə gəlib çıxa bilər dərman istifadəsi böyrək çatışmazlığının səbəbləri arasına. Bu baxımdan bu daha əhəmiyyətli təşkil edir. Dərman istifadəsi və xronik xəstəliyiniz varsa, həkimin məsləhəti olmadan dərman qəbul edilməlidir.